Bazı şagirdlər bu video izahında dəyər nəşrlərinin 6-cı siniflər üçün düşmüş riyaziyyat suallarının izahını verəcəm. Sınaq 7-dir. Keçək sualların izahına. Deməli, burada nə deyir? Aşağıdakı mülahizələrdən hansı həmişə doğrudur? 2 sadə ədədin cəmi mürəkkəb ədəddir. Baxaq görək. Məsələn, 2 üstə gəlsin 3, 5. Sadə oldu. Deməli, bu səhvdir. Bütün mürəkkəb ədədlərin ən azı 3 böləni var. Bəli, bütün mürəkkəb ədədlərin ən azı 3 böləni olmalıdır. Çünki 2 və ya daha artıq, yəni bax məsələn, 2 mürəkkəb ədədin cəmi mürəkkəb ədəddir. Məsələn, tam C-yə baxaq. 2 mürəkkəb ədədin cəmi, məsələn, 6 üstə gəlsin 8. Cəmi mürəkkəb ədəddir 14. Başqa 2 mürəkkəb ədədin həmişə doğrudur deyir. Bütün mürəkkəb ədədlərin ən azı 3 böləni var. Məsələn, ən azı 3 böləni varsa, yəni B variantı doğrudur tam olaraq. Niyə B variantı doğrudur deyirəm? Həmişə doğrudur sözü var burada. Bütün mürəkkəb ədədlərin ən azı 3 böləni var. Bəli, məsələn, sən durub 5-in 5 və 1 böləni var. 2-dən artıq böləni varsa, ən azı 3 böləni var. Cavab B variantı. Yəni, çox uzatma deyəsi bir sual deyil. A ədədinin B ədədinə nisbəti 2 bölünsün 5-dir. B ədədinin C ədədinin nisbəti 3 bölünsün 4. Gəlin bir də danışıq da biz. A-nın B-yə nisbəti 2 bölünsün 5-dir. B-nin C-yə nisbəti 3 bölünsün 4 kimidir. A ədədinin C ədədinin nisbətini tapın. A-ya, bax, burada mən durub A-ya 2K, 2K, B-yə 5K, burada tezədən B-yə 3K, C-yə 4K desəm, 5K, 3K ifadəsi alınmaz. Ona görə hər tərəfi 3-ə vursam, A-ya 6K, B-yə 15K, C-yə 15K. Bax, bunu 3-ə vururam, elə bir ki, bu B-ni 3-ə vururam ki, 15 olsun. A-nı da onda məcbur 3-ə vururam, 6K, 15K bu qaydada gedir. B-ni amma 5-ə vururam. Onda C-ni də 5-ə vurmayım, 20K. Onda A olur 6K, C olur 20K. 2 ixtisar getsə 3, 10. Cavab onda 3. Nə 3 bölünsün 10? C variantı. Tənasübdən x-i tapaq. Çarpaz vuraq. 2x çıx 1-i vuraq 3-ə. X plus 4-ü də vuraq 5-ə. Çarpaz. 3-ü 2-yə vuranda 6x çıx 3 bərabər 5 üstə gəlsin 20. X bərabərdir 23. Cavab olur A. Y və X düz mütənasib kəmiyyətlərdir. Aha. Məsələn, Y bərabərdir KX. X 6 olduqda Y 15'dir. K-nı tapdıq buradan. 15 böl 6-ya. 3 ixtisar gedir 5 böl 2. Bu da 2,5. Y 20 olduqda X neçədir? Y 20 olduqda K-nı tapmışıq 2,5. 2,5 vurulsun X. X də bərabərdir 20 bölünsün 2,5. Bu da eləyir 200 bölünsün 25, 8. Cavab olur 8A variantı. Eyni güclə işləyən 4 rəngsaz binanın divarını 6 günə rəngləyir. İşin 3 günə bitməsi üçün daha neçə rəngsaz dəvət olunmalıdır? Eyni güclə işləyən 4 rəngsaz binanın divarını 6 günə. İşin 3 günə bitməsi üçün X. Necə belə danışaq da? Ustanın sayı çoxalmalıdır ki, gün aşağı düşsün. Bunlar nədir? Tərsdir. Tərsi bu formada vururduq. 4'ü vururuq 6-ya, bərabərlik 3 vururuq X-a. X də bərabər 4'ü 6-ya 24, 3'ə bölündə 8. Daha neçə rəqsəz dəvət olunmalıdır? 8 yox, ümumi 8 olur. 4 dənə, 4'ü var. 4 dənəsə dəvət olunmalıdır. Şəkildə verilən əsas üçbucağın medianı hansıdır? Median xassəsi nə idi? Tərəfi yarı bölürdü. Tərəfi yarı bölən hansıdır burada? CF. Bax, CF-ə baxın. Xəttə baxın CF xəttinə. Tərəfi yarı bölür. Bəli. 6-6. Cavab olur CF. Düzbucaqlı enini 20% artırıb uzunluğunu 20% azaltıb. Bir dənə gəlin belə eləyək. Düzbucaqlı çəkək. Enini 20% artırıb. Eni A-dır. Məsələn, düzbucaqlının eni də tutayım ki 10'dur, uzunluğu da 10'dur. Sahəsi nədir? Məsələn 100. Enini 20% artırıram. 20% artanda olur 12. Uzunluğunu 20% artanda olur 12. Bunda sahə nə olur?
144. Hə, azaltsaq deyir. Azaldırıq. Azaldırıqsa 10 olur 8. Onda sağ olur 96. 100 tutam ki 100-dən 96-ya düşmüşəm. Nə qədər azalmışam? 4%. Sonra mənfi 10 və 15 ədədləri arasında yerləşən tam ədədlərin cəmini tapın. Mənfi 10 ilə 15 arasında yerləşən deməli mənfi 9, mənfi 8, mənfi 7 nöqtələr üstə gəl 9. Bunlar getdi. Qaldı 10, 11, 12, 13 və 14. Düzdür? Tam ədədlərin cəmini soruşur. 12-nin üstünə 13, 25. 11-in üstünə 14, bu da 25. Üstünə 10 gəl. Cavab eləyir 60 C variantı. Tənliyini əldə edin. Vuraq 2 vur 2 çıx 6 bərabər 3 kere 4 12 çıx 3 qız çıx 13. Deməli, mənfi 3x-i keçirək bu tərəfə. 2x üstə gəlsin 3x bərabərdir 12 çıx 13 üstə gəl 6. 5x bərabərdir 12 üstə 6 gələndə 21, 18, 18-dən 13 çıxanda 5. X bərabərdir 1. Cavab olur A. Düzbucaqlı üçbucaq hündürlüklərinin kəsişmə nöqtəsi hardadır? Bax, düzbucaqlı üçbucağın hündürlüklərinin kəsişmə nöqtəsi üçbucağın düzbucaq təpəsindədir. D variantı. Niyə? Bax, məsələn, bir dənə düzbucaqlı üçbucaq çəkək. Bax, bu da hündürlükdür. Bu özdə hündürlükdür. Bu özdə hündürlükdür. Harada kəsişdi? Düzbucaq təpəsində. Olarsa aşağıdakı ifadən hansının qiyməti həmişə mənfidir? Bu A mənfidir. B müsbət bir ədəddir. Düzdür? Həmişə mənfiyə biz B çıxa həmişə müsbətdir. Çünki A mənfidir. Bu ifadə müsbət olur. Bu ifadə mənfidir. B variantı. B həmişə mənfidir. Müəllim, A üstə gəl B həmişə olmaya bilər. D üstə gəl B həmişə müsbətdir. Cavab olur B. Ədəd oxu üzərində mənfi 7 N nöqtələri eyni məsafədə yerləşən P nöqtəsinin koordinatını tapın. Ədəd oxu üzərində bir dənə ədəd oxu çəkək. Aha. Mənfi 7 və 5 nöqtələrindən eyni məsafədə yerləşən P nöqtəsinin koordinatını deyir tapın. Eyni məsafədə deyirsə, bunların ümumi, məsələn, mənfi 7 üstə gəlsin 5, mənfi 2. Bunlar arasındakı məsafəyə baxaq. 5 çıxılsın mənfi 7, elədi 12. Elə olmalı ki, 6 məsafə olmalıdır. 5-dən 6 çıxsan mənfi 1, burada da yenə mənfi 1. Cavab olur P mənfi 1. Üçbucağın daxili bucaqları 2, 3, 4 nisbətindədir. Yəni, üçbucaq çəkək. 2K, 3K və 4K nisbətindədir. Bu üçbucağın ən böyük xarici bucağını tapın. Toplayaq. 5, 9K bərabər 180 üçbucağın daxili bucaqlarının cəmi. K nə olur? 20. K-nı 20 tapdıq. Onda belə çıxır ki, üçbucağın bura 40 dərəcədir. Bura 60 dərəcədir. Burada 80 dərəcədir. Bu üçbucağın ən böyük xarici bucağı. Ən böyük xarici bucaq ən kiçik daxili bucağa söykənən bir şeydir. Bunda olur ən böyük xarici bucaq 140 dərəcə. Cavab olur C. İfadəsini sadələşdirin. Qabaqdan mənfiyə fikir vermək lazım. Diqqətli olmaq lazım. Mənfiyə görə açaq. A, üstə gəl B, çıx C. Üstə gəl A, üstə gəl B, çıx C. Çıx 2B. A'lar gedər. Sonra B'lər də gedər. Cavab qalar mənfi 2C. C variantı. Ana qızından 4 dəfə böyükdür. Ana 4 vur qıza bərabərdir. 6 il sonra onların yaşlarının cəmi 62 olarsa. 6 il sonra ananın və qızın yaşının hər birinin üstünə 6 gəlir. Yaşların cəmi 62 olarsa. 62. 4 qız 5 qız bərabərdir 50. Qızın 10 yaşı var. B var. Qızın indiki yaşı neçədir? 10. AC 8, BD 6 olarsa şəklə rənglənmiş hissənin sahəsini tapın. Müxtəlif cür tapmaq olar bunda. Əslində, məsələn, körbucaqlı üçbucağı ilə 6 vur 8 böl 2, 24 elədiyim görürəm. Amma bunu başqa cür necə yazmaq olar? Rənglənmiş hissənin sahəsini tapın deyir. Deməli, əslində
Yəni bu da çətin bir şey olacaq. Məsələn, buraya x yazsam, Pifagor zat bir şeylər qarışdırma. Hələ heç 6-cı sinifdə Pifagor nə gəzirik? Elə bu üçbucaq xassəsinə görə, məsələn, bax, belə bir şey çəksəm, tutalım ki. Bölsəm, o da trapesiya gəlir, çıxır. Normal bir şey vermir. Hələ ən yaxşısı budur ki, hündürlük vur katet böl 2. Cavab edir 24. Belə. Başqa nə edək ki, heç nə. İki paralel düz xəttin üçüncü düz xətdən kəsişməsindən alınan, bax, iki paralel düz xət. Üçüncü düz xətdən kəsişməsindən alınan daxili bir tərəfli bucaqların biri digərindən 40 dərəcə bölür. Daxili bir tərəflər adı bura ilə bura. Biri x-dırsa, digəri x plus 40 dərəcədir. Bu bucaqlardan kiçik olanı tap. Toplayaq. Bu bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. 2x bərabər 140 dərəcə. X də bərabər 70 dərəcə. Kiçiyini sorur ki, 70 dərəcə A variantı. Sonra süt bişirildikdə çəkisinin 10%-ni itirir. Aha, 27 kiloqram bişmiş süt məhsulu almaq üçün nə qədər təzə süt lazımdır? 27x kiloqram bu 100%-dir. 10%-ni itirirsə 90% qalır. Bu da 27-yə bərabərdir. Elədirmi? 27 kiloqram bişmiş süt almaq üçün. X bərabərdir mən 90, 27 vurulsun 100. Bunlar getdi. 27-nin 93 cavab edir 30. A variantı 30 kiloqram. AB DE-yə bərabər 11. Hər biri 11'dir. Bucaq A, bucaq D-yə bərabər, bucaq B, bucaq E. BC 13. 13. AC 12. PDE F soruşur. Onsuz da bərabərdir. Burada 13'dür, burada 12'dir. Toplasaq 36 D variantı. ABC ədədlərinin müqayisəsi. Hər birinin onluq kəsrə çevirək. A məlum məsələdə 0,25. B 0,12. C'dəki 0,205. Burada 0, burada 0. Birinci vahid getdi, ikinci vahid getdi, üçüncü vahid. A böyükdür. Bu getdi, bu getdi. C'dən o da böyükdür B'dən. Yəni çünki onda biri, hər birində 2'dir, yüzdə biri A'da 5'dir. Deməli A ən böyükdür. Hər birində 0'dır, amma C'də 1000'də biri artıq 5'dir deyə C böyük olur. A böyükdür C, böyükdür B'dən D variantı. ABC üçbucağının, bir də ABC üçbucağı çəkdik. A, B, C. C'ye tənbülən çəkilmişdir. 5. AC'ye 50 dərəcə. Tənbülən neynir? 54 dərəcə. Tənbülən bucağı yarı bölür. Onu burada 54 dərəcə. Bizdən BC A-nı sorur. 108 dərəcə. D variantı. Şəkildə BD həm tənbülən, həm də mediandır. Həm tənbülən, həm mediandırsa, ən azından bu AB BC-yə bərabərdir. Buranı bölüb x, x. Yazıb AD, AB üstə gəlinsin, AD 14. Bura A'dırsa, burada A'dır. A üstə gəlsin, x 14'dür. ABC üçbucağın perimetrini tapır. A üstə gəlsin, x 14'dürsə, 14'dürsə. 2A üstə gəlsin, 2x nəyə bərabər? 28'ə. 14'ü 2'yə vururuq. C variantı. Sonra gələk növbəti suala. Sahəsi 45 olan paralelogramın böyük tərəfi 30. Bir dənə paralelogram çəkək, baxaq ki, bizdən nə istəyir. Sahəsi 45 paralelogram böyük tərəfi 30. Aha. Və böyük hündürlüyü 2,5. Böyük hündürlük kiçik tərəfə çəkilib. 2,5. Onun kiçik hündürlüyü ilə kiçik tərəfinin cəmini tapın deyir. Deməli, mən bunun kiçik hündürlüyünü tapım elə bir. Sahəsi 45'dir mi? Paralelogram hündürlüyünü tapmaq üçün tərəfi hündürlüyünə vurursan. Yəni 30'u vururam. Baba, bu qırmızı xətt çəkdiyim xətləri bir-birinə vuracağım. Bunları bir-birinə vururam. Vuranda nə eləyir? 30 vurulsun H bərabərdir 45'ə. 15'ə ixtisar getsə 2H bərabərdir 3. H bərabərdir 1,5. Kiçik hündürlük tapdı. Onun kiçik hündürlüyü ilə kiçik tərəfinin cəmini tap.
Sonra yenə 2,5'i vursam bu kiçik tərəfə, yenə 45 verər. Hər tərəf ona vursam 450. A bərabərdir. 45'də 25 neçə dəfədir? Bir dəfə. 20. Belə eləyək də 450-ni bölə 25'ə. Bir dəfə 25. 20'də 0 dəfə 0 dəfə. 200'də 8 dəfə. 10,8. 10,8. Düzdür. Kiçik tərəfi oldu 10,8. Vay 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 bir dəqiqə. Haşda tapmışdıq 1,5. Onun kiçik hündürlüyü ilə kiçik tərəfin uzunluqları cəmini, kiçik tərəfin cəmini soruşur. 10,8 üstə gəlsin 1,5. 3, 2, 1. 12,3. 12,3. Qəşəng sualdır. Çətin sualdır 6-cı siniflər üçün. 6-cı sinifdir bu. 6-cı siniflər üçün çətin sualdır. Yəni yersiz bir sualdır. Şəkildə AB və CD düz xətləri bir nöqtədə kəsişir. Aha. OE və OF şüaları AOD-ni 3 bucağa ayırır. Aha. Şəkildə verilənlərə əsasən Y bucağının dərəcə ölçüsünü tapın. Buradan bax, göstərsəm, bu bucağa bax, bu bucaqdan bax, bu qırmızı bucaqlar bir-birinə bərabərdir. Mənim səbəb, çünki qarşılıqlı bucaqlar. Deməli, x plus 20 dərəcə bərabərdir 3x çıx 50 dərəcəyə. Mənfi 2x bərabərdir mənfi 70 dərəcə, x də bərabərdir 35 dərəcə. X 35. X'in yerinə 35 qoysam, 3'ü 35'e vuran 3 kere 5 15 9 105. Buraya eləyir 65 dərəcə. Burada 35 dərəcədir. Bu ümumi bu qırmızı bucaq 180 dərəcə düzdür. 35 65'i var. Bu elə 100 eləyir. 2y bərabərdir. Yerdə qalır 80, y də bərabərdir 40 dərəcə. Eni 3,6. Bir dəqiqə. Aha. Eni 3,6 metr və uzunluğu 7,5 metr olan düzbucaqlı formasının otağın döşəməsini enindən 1,1 məsafədə, uzunluğuna isə 0,3 metr məsafədə düzbucaqlı forma xalça sərəlmişdir. Otağın döşəməsinin xalça ilə örtülməyən hissəsinin sahəsini tapın. Əslində xalçanın sahəsini tapıb otağın sahəsindən çıxsaq kifayət edir. Bəs xalçanın sahəsini necə tapaq? Belə tapaq. Bax, göstərirəm sizə. Belə danışaq ki, buradan bura 1,1'dir. Buradan burada 1,1'dir. İstəsən ümumi uzunluqdan 7,5'dən çıxarıq. 1,1'i, bir dənə 1,1, yəni 2,2'ni çıxdıq. Qaldı 3, 7'dən 2 çıxanda 5. 5,3 metr, bax 5,3 metr xalçanın uzunluğudur. 0,13 0,13 3,6'dan da 0,6'nı çıxanda 3 olur. Eni isə 3'dür. Xalçanın ümumi sahəsi 5,3 vurulsun 3'ə. 9 3 kere 5 15. 15,9'dur. Xalçanın ümumi sahəsi. Bəs döşəmənin sahəsi nə qədərdir? 7,5 vurulsun 3,6. 6 kere 5 30, 6 kere 7 42, 45. 3 kere 5 15, 3 kere 7 21, 22. Düzdür? Aha. 0, 10, 4 üstün 2, 6, 7, 2. 27. 27 oldu. Qəşəng. İndi 27'dən mən çıxmalıyam 15,9'u. Ondan 9 çıxanda 1, 1, 1.
11,1. 11,1 kvadrat metr. Belə. Yəni hardasa bu açıq suallar çox düşündürücü suallardır. Yəni 6-cı sinif çərçivəsində olan suallar deyil. Yəni bu suallar demək olar ki 8-9-cu sinif çərçivəsində olan suallardır. Nəysə, qapalı suallara gəldikdə 6-cı sinifi tam əhatə edeyim və son mövzuları salmaq daha yaxşı olub. Önəmsizliklə son mövzuları. Belə uşaqlar, uğurlar sizə.